Xabi Alonso bu yay Real Madrid'in yeni baş məşqçisi olacaq. Bu barədə İspaniyanın məşhur Marca nəşri məlumat yayıb və müqavilənin detalları barədə də məlumat var. İspaniyalı mütəxəssis Kral klubu ilə 3 illik müqavilə imzalayacaq. Onun köməkçiləri hazırda Alonso ilə birlikdə Leverkusen'da işləyən mütəxəssislər də Real Madrid'ə keçəcəklər və bu o deməkdir ki, Carlo Ancelotti ilə yanaşı Ancelotti'nin köməkçi məşqçiləri də bu yay klubdan gedəcək. Onlardan biri yaxşı tanıdığınız Ancelotti'nin oğlu Davide Ancelotti'dir. Davide Ancelotti artıq özü məşqçilik karyerasına başlamaq istəyir. Bunu qoyuruq bir qırağa. Bizə əsas lazım olan nə idi? Bizə əsas Xabi Alonso'nun Real Madrid'in baş məşqçisi təyin olunması məsələsi idi və artıq rəsmi açıqlamanın bir addımlığındayıq. Ən aparıcı media resursları, eləcə də düşünürəm hər birinizin yaxşı tanıdığı Fabrizio Romano da bildirirlər ki, Xabi Alonso bu yaydan etibarən Real Madrid'in sükanı arxasına keçəcək. 3 illik müqavilə çox doğru addımdır. Əgər nəsə bir uğursuz nəticə olsa, əgər Alonso ilə Real'ın əməkdaşlığı həm klubu, həm fanatları qane etməsə, belə olan halda onunla yolları ayırmaq asan olacaq, amma təbii ki, ümidlər böyükdür və ümid edirik ki, bu məşqçinin, bu mütəxəssisin gəlişindən sonra Real Madrid çox gözəl futbol oynayacaq. Ən azı Bayer Leverkusen'in oyunlarına baxan azarkeşlər yaxşı bilirlər. Bayer xüsusilə ötən mövsüm fantastik futbol oynayırdı. Qarabağla maçları xatırlayın, düzdür. Qarabağ Bayer Leverkusen'ə qarşı əməlli başlı müqavimət göstərmişdi, amma Bayer'in ötən mövsümki nəticələri Almanya çempionatında, Almanya kubokunda qələbə, eləcə də UEFA Avropa Liqasında finala qədər irəliləmə düşünürəm ki, kifayət qədər yaxşı göstəricidir və ümid edirəm ki, artıq Real'a gəldikdən sonra, daha güclü futbolçularla işləməyə başlayandan sonra Xabi Alonso'nun da həm nəticələri yaxşılaşacaq, həm Real Madrid'in qazandığı kubokların sayı artacaq, həm də ən vacib məqamlardan biri. Bir azarkeş olaraq biz meydana baxanda, komandanın oyununa baxanda futboldan zövq alacağıq. Alonso'nun təyinatını gözləyənlər, düşünürəm sizləri mən də daxil olmaqla təbrik etmək olar. Rəsmi açıqlamanın bir addımlığındayıq, çox az qalıb və artıq hər kəs demək olar ki, bu barədə məlumat yayıb ki, Ancelotti La Liga mövsümü bitəndən sonra Real Madrid'dən ayrılacaq.